Prezident İlham Əliyev müsahibəsində Naxçıvanın hərtərəfli inkişaf etdiyini vurğulayıb. 17-ci dəfədir Muxtar Respublikaya səfər etdiyini xatırladan dövlət başçısı deyib ki, bu illər ərzində Naxçıvanın ümumi inkişafı təmin edilib. İlk növbədə müdafiə potensialının gücləndirilməsi məsələsi prioritet olub. Naxçıvanda bildiyiniz ki, mənim sərəncamımla əlahiddə ordu yaradılmışdır. Bu ordu təbii ki, Azərbaycan Silahlı Qüvvələrinin ayrılmaz tərkib hissəsidir. Ancaq Naxçıvanın spesifikası, coğrafiyası, Azərbaycanın əsas hissəsi ilə coğrafi bağlantısının olmaması əlbəttə ki, bu diyarın, Muxtar Respublikanın təhlükəsizliyinə daha böyük diqqət göstərməyimizə gətirib çıxardı və bu daim belədir. Ona görə bu birinci şərtdir və bugün qeyd etdiyim kimi Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir. O cümlədən Naxçıvanda hərbi potensial gündən-günə gücləndirilir və gücləndiriləcəkdir. Prezident İlham Əliyev Naxçıvanın dəmir yolu və Zəngəzur dəhlizinin bərpası və açılması ilə bağlı görülən işlərdən də danışıb. TRIP adını daşıyan bu layihənin icrasına artıq start verilmişdir və bu yaxınlarda 3 gün bundan qabaq avqustun 8-də Prezident Trumpla söhbət əsnasında bu məsələdə toxunuldu və hər iki tərəf əminliyini vurğuladı ki, bu önəmli nəqliyyat layihəsi mütləq və tezliklə icra ediləcək. Yəni bu məsələnin tarixçəsidir. Eyni zamanda 2-ci Qarabağ müharibəsi başa çatar-çatmaz biz dərhal həm dəmir, həm avtomobil yollarının bərpasına başladıq. O cümlədən Naxçıvana doğru gedən yolların tikintisinə və bugün Horadiz-Ağbənd avtomobil yolu demək olar ki, hazırdır. Bir xırda məsələlər qalıb. Dəmir yolunun tikintisi də sürətlə gedir. Biz bu layihəni hər an sürətləndirə bilərik. Sadəcə olaraq Ermənistan hissəsi hazır olmadığı üçün buna lüzum görmürük. Prezident Trumpla son söhbət zamanı o da aydın olub ki, Ermənistan ərazisində dəmir yolunun tikintisi bu il başlanmalıdır. Orada cəmi 42 kilometr yoldur. Naxçıvan ərazisində isə yeni texniki iqtisadi əsaslandırma əsasında, çünki yenidən tamamilə texniki iqtisadi əsaslandırma işlənilib, yolun uzunluğu 194 kilometr olacaq. Əvvəllər daha qısa idi. Nə üçün daha uzundur? Çünki əvvəllər döngələr deməli daha necə deyərlər qısa idi və o xətti biz əsas götürsək, əgər tam necə var idi elə bərpa eləsək, 15 milyon ton yükü bu qaldıra bilməz. Ona görə yol daha uzun olacaq, 194 kilometr və biz vaxt itirə bilmərik. Bizim vəsaitimiz də var bu il və gələn il. Ona görə yəqin ki, mənim sözlərim müxtəlif ünvanlara da çatacaqlar. Prezident İlham Əliyev bildirib ki, əgər kimsə bu layihədə iştirak etmək istəyirsə, vaxt itirməməlidir. Bu yolun əhəmiyyəti dediyim kimi təkcə Azərbaycan üçün yox, geniş coğrafiya üçün olacaq. Çünki qeyd etdiyim kimi bu şərq-qərb nəqliyyat dəhlizinin bir qolu olacaq. Eyni zamanda şimal-cənub nəqliyyat dəhlizinin bir qolu olacaq. Çünki bugün şimal-cənub nəqliyyat dəhlizi deyəndə adətən Rusiya, Azərbaycan, İran, yəni Astaraya keçid, Astara-Rəşt İran ərazisində layihə nəzərdə tutulur. Layihənin icrası bildiyimə görə ya başlayıb, ya da ki başlayacaq. Hər halda Azərbaycan ərazisində bu layihə hazırdır. Amma Zəngəzur dəhlizi açılandan sonra artıq Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaqdır. Məhz Zəngəzur dəhlizindən Naxçıvana girərək və Cülfa deməli dəmir yol məntəqəsindən İrana dəmir yolu var.
Zəngəzur dəhlizini konkret layihələrlə təmin etməyimiz daha geniş məna daşıyır. Azərbaycanın əsas hissəsindən Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi bizdə hazırdır. Dövlət başçısı ümid etdiyini bildirib ki, Ermənistan tərəfi də bu məsələni uzatmayacaq. Çünki bu birinci onların özlərinə lazım ola bilər. Çünki onların bugün əsas enerji mənbəyi atom elektrik stansiyasıdır. Onun da idarə etməsi onların əlində deyil. Bugün bizim enerji xətlərimiz məsəl üçün Rusiya ilə, İranla, Gürcüstanla, Gürcüstan vasitəsilə Türkiyə ilə birləşdirilib. Ona görə Ermənistan üzərindən Naxçıvana və ondan sonra Türkiyə və Avropaya uzanacaq enerji dəhlizi o eyni zamanda Ermənistanın enerji sisteminin ayaqda qalmasına əgər böhran yaranarsa imkan yaradacaq. Ona görə bunu nə qədər tez biz icra etsək, o qədər də yaxşıdır. Və təbii ki, biz, indi siz də yaxşı bilirsiniz, son 5 ildə Kəlbəcər dağlarında biz 3500 metr yüksəkliklərdə, qarın içində biz dirəklər quraşdırmışıq. Yəni bu layihəni əgər biz icra etməli olsaq, bu halda 6 ay çəkər maksimum. Amma Ermənistan təbii ki, özü bunu etməlidir. Ona görə hesab edirəm ki, bu məsələ tezliklə, yəni aydınlıq gətirilməlidir. Bu, Zəngəzur dəhlizinin, tripin ayrılmaz hissəsi olacaq. Prezident İlham Əliyev bildirib ki, Ermənistan ərazisində enerji dəhlizi nə qədər tez yaranarsa, o qədər də trip üçün və bütün bölgə üçün yaxşı olar. Açıq dənizlərə